müəllimlər, valideynlər və əziz şagirdlər, 2025-26-cı tədris ilinin ilk tədbirini biz keçirdirik. Bu tədbir keçirməsi barədə məktub avqust ayından məktəbə daxil olmuşdu. Çox vacib bir məsələ ilə bağlıdır. Artıq siz yuxarı sinif şagirdlərisiniz. Yəqin ki, xəstəliklər, onlara qarşı mübarizənin aparılması, xüsusən yuxucu xəstəliklər haqqında sizin məlumatınız var. Və dünyada, tək bizim respublikamızda deyil, dünyada vərəm xəstəliyi çox geniş yayılmışdır. Bunun da bir sıra səbəbləri var. İndi yəqin ki, qonaqlarımız bu haqda sizə geniş məlumat verəcəkdir. Ekoloji problemlər, insanların düzgün olmayan həyat tərzi, qidalanma, sağlam həyat tərzindən uzaq olma, bunların və s. səbəblərdən vərəm xəstəlikləri geniş yayılmışdır. Bugün dövlətimiz də bu xəstəlikdən siz cavanları, siz gəncləri, ümumiyyətlə dünyamızı xilas etmək üçün bir sıra tədbirlər keçirdir. Maarifləndirici tədbirləri həyata keçirdirlər ki, siz həm öyrənib öz həyatınızda bundan qorunmağın yollarını biləsiniz, həm də ətrafınızda olan insanlara da öz köməkliyinizi verə bilərsiniz. Mən əminəm ki, bugünkü tədbir sizin tədris ilində yadda qalan ən yaxşı tədbirlərdən biri olacaq. Çünki xəstəlik elə bir şeydir ki, onun zamanı, yaşı yoxdur. İnsan ömrünün axırına qədər xəstələnə bilir. Öncə sağlamlıq, sonra başqa bir fəaliyyət. Çünki hər bir fəaliyyətin kökündə sağlamlığımız dayanır. Sağlam bədəndə sağlam ruh olur. İnsanın canı sağ olanda yaxşı şeylər düşünür. Deyir ki, insan xəstə olanda onun yalnız bir problemi olur. Yəni, ancaq sağalmağı düşünür. İnsan sağlam olanda çox arzularının dalınca gedir. Mən də sizə sağlam olmağı arzu edirəm ki, o arzularınızı reallaşdıra biləsiniz. Sizin icazənizlə mən hörmətli qonaqlarımızı sizə təqdim edirəm. Çingiz Ramazanlı, Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin sədri. Çingiz müəllim, xoş gəlmisiniz. Eyni zamanda bizim təlimçimiz Kənan Bayramlı, bir daha xoş gəlmisiniz. Əminəm, indi uşaqlarımız yaydan çıxıbdır, ola bilər ki, biraz fikirlərində natarazlıq ola bilər, amma baza bilikləri güclüdür. Mən əminəm ki, Çingiz müəllim bu təlimi bir neçə məktəbdə keçəcəkdir. Biz ikincisi olduq, deyəsən, üçüncü. Auditoriyaları sonda təhlil eləyəndə mən çox istərdim ki, 70-ci nömrəli məktəbin şagirdləri o təhlildə üst sırada olsun. Yəni ki, yaxşı cavab verən, diskussiyalarda fəal iştirak edən, öz fikrini bildirmə qabiliyyəti olmaq fərq eləmir. Burada Rus bölməsində şagirdləri var. Əgər siz Azərbaycan dilində fikrinizi ifadə edə bilmirsinizsə, Rus dilində ifadə edə bilərsiniz. Viktorinada olacaq, yəqin ki, müəllim deyəcək sizə. Mən arzu edirəm ki, yarışın qalibləri elə hər biriniz olasınız. Sizə uğurlar arzu edirəm. Valideynlər, təşəkkür edirik, zəhmət çəkib gəlmişsiniz. Bizim valideynlər elə belədir. Hər bir işdə bizim yanımızdadılar və ən xoş odur ki, iştirak edən valideynlərin elə övladları da bu auditoriyadadır. Əziz uşaqlar, valideynlərinizin iştirakında siz də görək necə fəal iştirak edəcəksiniz. Uğurlar olsun. Buyurun. Çox sağ olun Fərqanə xanım, minnətdarım. Mən də hər birinizi salamlayıram. Fərqanə xanım direktor dediyi kimi mən, adım Çingizdir, Ramazanlı Çingiz. Təşkilatımız Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi adlanır. Biz qeyri-hökumət təşkilatıyıq. Yəni, buradan o yana artıq biz başlayanda, xahiş edirəm, interaktiv olaq. Kimin ola bilər mən danışanda, təlimçi danışanda, həmin anda sualı yarana bilər. Əlini qaldırsın, çəkinmək lazımdır, birbaşa sualı versin. Ola bilər danışılan mövzu ilə, gedəcək təqdimatla bağlı, başa düşmədiyiniz nəsə olsun, dəqiqləşdirmək istədiyiniz nəsə olsun, həmin anda sual gəlsin, çəkinməyin, əlinizi qaldırın, sualınızı verin, uşaqlar, siz də, valideynlər siz də. Ola bilər, maraqlı nə olsa.
Deməli, dediyim kimi qeyri-hökumət təşkilatıyıq biz. Bizim Azərbaycanda 4000-dən çox qeyri-hökumət təşkilatları var. Yəni hərə bir sahə üzrə işləyir. Biz vərəm üzrə səhiyyə sahəsində işləyirik. İndi hər bir təlimlərin, hər bir tədbirlərin daha doğrusu açılışında bilirik ki, Azərbaycan Respublikasının dövlət himni səslənir və bununla başlayırıq. İndi görəcəksiniz, himn çalına-çalına ki, qulaq asılacaq hamı. Orada deməli həmin himnin ərsəyə gəlməsində də vizual effektləri nəzərdə tuturam. Ərsəyə gəlməsində bizim kimi başqa bir qeyri-hökumət təşkilatının uşaqları orada çıxış ediblər. Ekranda görəcəksiniz surda tərcümə iləndir, yəni jest hərəkətlərindən gedir orada. Həmin o uşaqların demək olar ki, hamısında qüsur var biraz. Yəni o QHT o sahədə deməli eşitmə və nitq məhdudiyyəti olan uşaqlardır. Yəni o uşaqların çoxu eşitmirlər və o uşaqların çoxu danışa bilmirlər. Yəni onlar surda tərcümə, bilirsiniz də əl jest hərəkətlərindən danışırlar. İndi həmin himn onunla tərcümə olunacaq. Zəhmət olmasa ayağa qalxalım hamımız. Soruşula bilər ki, nəyə görə məhz vərəm haqqında konkret olaraq o qədər qorxulu xəstəliklər var ki, niyə onlar haqqında danışmırsınız, məhz vərəmə yönləndirmişsiniz fikrinizi? Bilirsiniz ki, tarixə fikir verəndə görəcəksiniz ki, yəni ki, indi hamı da bilir, bilməyənlər də eşidiblər və ya nəzərdə axtarışlar aparsalar, tədqiqatlar görəcəklər. İllərlə, əsrlərlə dünya ölkələrinin çoxunda çox-çox təhlükəli infeksiyalar olub. Taun kimi, vəba kimi kəndləri, şəhərləri pozub, məhv edib aparıblar. Yəni tarixdə belə hallar çox olubdur. Nəyə görə məhz vərəmlə biz danışırıq? Çünki hal-hazırda həmin xəstəliklərin çoxunun kökü kəsilib və doğrudan da artıq xəstəliklər yoxdur, ancaq kitablarda qalıblar ki, həkimlər onlar kitablardan öyrənirlər və eyni zamanda vərəmsə həddindən artıq böyük, indi təqdimatda gedəcək bu məqamlar, mən ümumiləşdirirəm. Deməli, vərəmsə həddindən artıq deməli, qədim xəstəliklərdən biri olsa da, bugünkü günümüzdə də hələ qalmaqdadır. Bax, məqam bundan ibarətdir. Baxın, 21-ci əsrdə yaşayırıq. Ən güclü dərmanlar kəşf olunubdur. Günü-gündən də tədqiqatlar gedir. Ən güclü cihazlar kəşf olunubdur. Hamı izləyir, müasir uşaqlarsınız. Ən yaxşı həkimlər xaricdə oxuyub gəlirlər, eləcə də özümüzdə oxuyurlar. Və bütün bunların hamısı var, ancaq fikir verirsiniz paradoks. Vərəm də get-gedə çoxalır, elə bir bəhsə giribdir. Daha da get-gedə çoxalır, daha da davamlı formalar yaranır. Davamlı forma budur ki, yəni ki, dərmana, müalicəyə tabi olmur. Get-gedə davamlı formalar yaranır. Və belə bir insanın, bir nəfərin avtobusda, ictimai yerdə
bircə dəfə əgər bakteriya gəzdiricisi vərəmdirsə, bircə dəfə dərindən askırması, öskürməsi bax bu qədər kollektivi birdən-birə xəstələndirir. Özü də davamlı formalarla. Davamlı forma budur ki, həddindən artıq güclü dərmanlar lazımdır. Dərman da bilirsiniz də, dərman öz-özlüyündə istənilən dərman, hətta vitaminlər olsa belə zəhərdir. Yəni dərmanı, zəhəri dərman edən onun dozasıdır. Əgər doza düzgün götürülürsə o dərmandır, doza azalırsa ya doza çoxalırsa o zəhərdir. Ona görə yəni sadəcə olaraq həkimsiz dərman içmək, həkimin nəzarətində olmamaq, dərman içmək, həkimin xəbəri olmadan deyim özümü müalicə edəcəm, bu olmaz. Yəni, bunlar qəti qadağandır ki, buna məlumat yoxdur, maariflənmək yoxdur, ona görə bayaq dedim. Ona görə bu qədər güclü elmi, texniki tərəqqi var, lakin vərəm də get-gedə çoxalmağa başlayır. Çünki məlumatsızlıqdır. İnsan məlumatlı olanda bilir ki, nədən xəstələnə bilər və Allah eləməmiş xəstələnəndə bayaq direktor da dediyi kimi, xəstəlik insana gəlib, xastır. Sadəcə olaraq onu düzgün müalicə etmək də lazımdır. Davamlılıq bunda yaranmasın. Beləliklə, mən sözümü indi verəcəm təlimçimizə. Biz başlayacağıq. Yəni, biz adətən başladığım ki, birinci vərəm haqqında suallarla başlayırıq və qutarandan sonra təlim bir də suallar verir. Yəqin təlim prosesindən bilirsiniz də, pre-test, post-test deyirlər. Yəni, biz bilək ki, burada kimlə öyrənə bildi. Çox istəyərdim ki, daha da aktiv olasınız. Doğrudan da bu artıq bizim 3-cü məktəbdir və bundan sonra 7 dənə də məktəb var Bakı şəhəri məktəblərində və çox istəyərdik ki, seçilmiş məktəblərdən olasınız. Bu cür gözəl məktəbiniz, gözəl kollektiviniz var, gözəl pedaqoji heyətiniz var. Beləliklə başlayaq. Mən sözü verirəm Kənan müəllimə, bizim təlimçimizdir. Yenə deyirəm, kimin nə sual olsa istənilən zaman əlini qaldırır və iştirak edir. Təşəkkür edirəm. Mən də hər kəsi salamlayıram. Məktəbin rəhbər heyəti, valideynlər, əziz şagirdlər. Ümumi bir sualdan başlayaq. Vərəm haqqında kimin nə məlumatı var? Qohumlarda olub əslində vərəm tutulan, yəni dayım. O da çox soyuq yerlərdə və yaxud da soyuq isti olan yerlərdən tutub, yəni nəmişlik olan yerdə qaldığı üçün tutub. Onun da müalicəsi dövlət tərəfindən təşkil olunmuşdu və şükür ki, sağaldı, amma indi rəhmətə gedib. Yəni. Çox sağ olun. Başqa cavab vermək istəyən var? Ümumiyyətlə xəstəliyin əlamətləri, insan xəstələnəndə hansı əlamətlər olur? Yəni, bunu bilməmiş olmarsınız. Qızdırma, başqa? Öskürək, başqa? Baş ağrı, boğaz ağrısı, gecə tərləmələri vərəmin əlamətidir. O demək lazım idi və ya başqa? Üşütmə. Bəli. Yəni, xəstəliklər haqqında əlamətlərdən azdan çoxdan məlumatlısınız. Bugünkü mövzumuz isə vərəm xəstəliyi olacaq. Yəni, bu gələcəkdə hər biriniz üçün faydalı ola bilər. Təkcə sizin üçün yox. Məlumatı olmayanlara da məlumat verə bilərsiniz. Əlinizdəki broşürlardan da ötürə bilərsiniz. İnfeksion xəstəliklər nədir? Viruslar, bakteriyalar, parazitlər, göbələklər tərəfindən törədilən xəstəliklərdir. Viruslar, misal üçün, qrip, korona. Bakterioloji xəstəlik, bugünkü mövzumuz vərəm xəstəliyi. Parazitlər, qurdlardır, göbələklər, dəri xəstəlikləridir. Bunların yoluxma yolları. Ümumiyyətlə xəstəliklər hansı yollarla yoluxur insanlara? Qida yolu ilə, hava damcı yolu ilə, təmas, qan vasitəsilə. Yəni, bu xəstəliklərin yoluxma yolları bunlardır. Misal üçün, qan vasitəsilə deyəndə necə yoluxma ola bilər? İnfeksiya, bəli. Xəstə insana, sağlam insana infeksiya keçir. Necə keçə bilər? Misal çəkim. Açıq yaradan keçə bilər. Xəstəliyi kəşf edib Alman alimi, Alman həkimi 1882-ci ildə uzun illər çalışdıqdan sonra artıq xəstəliyin söhbətlərini aşkar edib və xəstəlik aşkar edildikdən sonra hələ müalicəsi olmayıb bu xəstəlik. 1921-ci ildə bunun vaksinini tapıblar. Artıq xəstəliyə qarşı preparatların hazırlanması, dərmanların hazırlanması 1943-cü ildən başlayıb. Yəni 43-cü ilə qədər xəstəliyə kim yoluxdusa 3 il, 1 il, 5 il, bir neçə ay insan sağlama yox idi xəstəlikdən. Yəni həyatını itirirdi. Yoluxma yollarından az da olsa danışdıq, hava damcı yolu ilədir. Misal üçün, bir insanda aktiv vərəmdir. Bu insan müalicə almırsa, hər hansı bir qapalı yerdə
avtobusda olsun, metroda olsun, belə bir qapalı yerlərdə olsun, xəstə insan asqıranda, öskürəndə, danışanda artıq ətrafdakı sağlam insanları yoluxdurur. Amma diqqətli olun, yəni yoluxma xəstələmə demək deyil, onunla bağlı biz danışacağıq. Burada var vacib məqam. Yoluxma, insan yoluxur. İnsanın immun sistemi onu qoruyur və vərəmin çöpləri onda var. Sadəcə aktiv deyil. Aktiv o halda aktiv formaya çevrilir ki, insan immun sistemi zəifləyir, artıq əlamətlər ortaya çıxır. Ondan sonra həmin insan aktiv vərəm daşıyıcısı olur. Müalicəyə başlamayana qədər isə ətraf üçün və öz həyatı üçün böyük təhlükədir. Biləyin bax bu hissədən vururlar. Burada. Bəli, pero ilə cızır və dərinin içinə vururlar. Yəni əgər dərinin içinə vurulmuş həmin o dərman bu öldürülmüş vərəmin bakteriyalarıdır və yaxud da həddindən artıq zəiflədilmiş. Bu nəyi göstərir? Əgər qızartı yaranırsa biləyin saydın içində, o göstərir ki, bu insanda həssaslıq digərlərindən daha çoxdur vərəmə yoluxma. Yəni o ya təcriddə olunmalıdır, ya onun immun sistemi qaldırılmalıdır, yəni həmin obyektdən bir müddət uzaqlaşdırılmalıdır. Nəyə görə? Çünki immun sistem aşağı olanda mikobakteriyalar vərəm çoxalmağa başlayır. Və bunu nəzərdə saxlamaq lazımdır. Yəni mantu testi nə dərman deyil, nə qeyri-adi bir analiz deyil. O sadəcə onu göstərir. Məsəl üçün tutaq ki, əgər mən işləyirəm vərəm xəstəxanasında həkiməm və tutaq ki, sizdən biriniz işləyirsiniz, məsəl üçün məktəbdə müəllimsiz. Bizim eyni vaxtda ikimizə də mantu testi qoyulsa, məndə qırmızı göstərəcək. Sizdə göstərməyə bilər. Nəyə görə? Çünki mən potensial vərəmin içindəyəm artıq. Məndə həssaslıq daha çoxdur. Yəni mən sizdən daha çox tez xəstələnə bilərəm. Yəni mantu onu təyin edir. Misal üçün kimsə də qrip ola bilər, qripi 5 günə, 1 həftəyə sağalda bilər. Vərəmin xəstəliyi isə nə 1 həftəyə, nə 1 aya, nə 2 aya sağalma mümkün deyil. Sadəcə vərəmli insanda olan əlamətlər o müddətdə insandan keçə bilər. Hansı əlamətlər? Öskürək, asqırma, gecə tərləmələri, üşütmə, iştahsızlıq, döş qəfəsindəki ağrı. Bu əlamətlər müalicəyə başlayanda keçə bilər. İlk 1 ayda əlamətlər yox ola bilər. Bəzən insanlar bu vərəmdən müalicə alan xəstələr bu əlamətlər keçəndən sonra müalicəni saxlayırlar yarımçıq. Və bu çox böyük fəsadlara gətirib çıxardır. Dərmanlarını atmır, müalicəsini davam eləmir. Artıq onda davamlı forma yaranır. Əlamətlər keçəndən sonra tam sağaldığını düşünürsə, bu insanda davamlıq yaranacaq. O gedəcək, bir müddət öz işinə davam edəcək, öz işlərini görəcək, daha sonra xəstəxanaya axır əvvəl qayıdacaq, 3 aya, 5 aya, 1 ildən sonra ona qayıdacaq, çox ağır bir vəziyyətdə qayıdacaq. Çünki onun müalicəsi yarımçıq qalıb və onun müalicəsinin davamı artıq ağır dərmanlarla davam olunacaq. Diqqət etmək, məsələn, nə yeyirsən, nə içirsən, o da çox bir rol oynayır. Sonra, məncə bu olsa kifayətdir. Başqa? Xəstəliklərdən necə qorunur? Bunu belə saxlayın. Düzgün qidalanmalıdır və bütün gigiyena qaydalarına əməl etmək lazımdır xəstəlikdən qorunmaq üçün. Əlavə olaraq da peyvənd vurulmalıdır həmin xəstəlikdən əvvəl. Avtobusdan çıxanda əllərimizi spirtlə silək, taksidən çıxanda, bayırdan gələndə əllərimizi yaxşıca yuyaq, əl-üzümüzü yaxşıca yuyaq. Məncə bunlardan əlavə mütəmadi olaraq yoxlanışlara getmək lazımdır. 1 ildən bir və yaxud da 6 aydan bir. Çünki biz nə qədər gigiyena qaydalarına riayət belə etsə, nə qədər sağlam da qidalansaq, hər hansısa bir yolla xəstəliyə yoluxa bilərik. Risk qrupları deyəndə nə başa düşürük? Risk qrupu deyəndə yoluxma ehtimalı daha çox olan insanlar deyə bilərik. Məsələn, vərəm xəstəliyi immuniteti zəif olanlar, ola bilər rütubətli şəraitdə yaşayan insanlar, səhiyyə işçiləri ola bilər, çünki xəstələrlə mütəmadi olaraq bir yerdə olurlar, ya da siqaret, alkohol kimi akciyərə, qanaciyərə verən maddələr qəbul edən şəxslər ola bilər, risk qruplarından. Xəstəliyi olan insanlardır, həbsxanada icazə müəssisələrində olan icazə çəkən insanlardır. Bu insanlar da risk qruplarına aiddir, yəni xəstəliyə daha tez yoluxub, xəstəlikdə daha tez xəstələnə bilərlər. Maariflənmə önəmi nədədir?
Maariflənmənin önəmi o qədər önəmlidir ki, yəni maariflənən cəmiyyət cahil olmur və xəstəlik haqqında, xəstəliyin problemləri haqqında ya səbəbləri haqqında müəyyən bir fikrə sahib olurlar və beləliklə cəmiyyət də maarifləndirə bilirlər. Buna görə maarifləndirmə çox önəmlidir. Həmin xəstəliyin fəsadları olduğu zaman yenə həkimə müraciət etməlidirlər ki, tez qarşısını alsınlar xəstəliyin. Sizlər artıq bir çoxunuz bilirsiniz, məlumatınız oldu, broşurları da oxudunuz, mən danışdıqlarımı dinlədiniz, artıq məlumatınız az da olsa var. Önəm ondadır ki, məlumatı olmayan insanlara da məlumat ötürün, onlara da bildirin. Hər hansı bir bayaq dediyimiz əlamətlər kimsə də görsəniz susmuyor. Deyin, bu əlamətlər pis nəticələr gətirib çıxarıla bilər. Mütləq şəkildə gedin yoxlanışlara, yoxlanın, müayinələrdən keçin və xəstəlik ortaya çıxarsa tam müalicəsini sona çatdırın. Ali məktəblərə hazırlaşırsınız. Sizlərə tövsiyə daima yaxşı qidanız olsun, yuxunuza, yuxu rejiminə fikir verin. Çünki insanın immun sisteminə vacib olan yaxşı qidalanmadır, yuxu rejimidir, gigiyenadır. Yəni bunlara diqqət edin, çünki bu yaşda sizlər də xəstəliklərdən qoruna bilərsiniz. Miflər və həqiqətlər, vərəm haqqında o qədər yanlış fikirlər var ki bizim ölkədə. Bir də onu bildirim ki, bizim ölkə 30 ölkə arasındadır. Yəni vərəm sayı yüksək olan ölkələrin arasındadır. 30 ölkənin arasında bizim ölkə də var. Səbəb isə vərəm xəstəliyi haqqında yanlış fikirlər. Yanlış fikirlər nədir? Xəstəlik sağalmır, xəstəlik səndə varsa ömürlük səndədir. Xəstəlikdən boş-boşuna dərman atma, müalicə alma, sağalan deyilsən. Yəni bu tip fikirlər, hətta biz rayonların birində də orada ümumi bir sual vermişdik. Orada bir nəfər qayıtdı dedi ki, daha doğrusu bir neçəsinin fikrində var belə bir düşüncə ki, vərəmə yoluxan insan varsa 30 yaşına qədər ailə qurmalı deyil. Biz soruşduq ki, bəs bu fikir sizdə hardandır? Deyirlər belədir. Yəni 30 yaşına qədər bu insan ailə qurmalı deyil. Halbuki xəstəlik tam müalicə olunan, tam sağlanan xəstəlikdir. Yəni bu tip şeylərə inanmaq lazım deyil. Bilmək lazımdır ki, vaxtında müayinəyə gedib müalicəni tam almaqla vərəmə tam qalib gəlmək olar. Yəni ona görə biz sizin aranızdayıq, çalışırıq sizə bəs bunları başa salaq ki, yəni bu vacib məqamdır. Xəstəliyi tanımaq lazımdır. El arasında artıq axırıncı bir neçə illərdir ki, vərəm səssiz ölüm deyilir. Yəni səssiz gələn ölümdür, xəbər eləmir heç kəsə. İstənilən adamın qapısını döyə bilər istənilən zaman. Və bu deyilmir ki, mən salam, mən gəlmişəm. Covid dövrünü yadınıza salın. Bu yaxınlarda yaşadıq da bir neçə il öncə. Covid dövründə necə oldu? Çində başladı, Uxanda. Bəli, yavaş-yavaş Hindistana keçdi, yavaş-yavaş hamı arxain idi. Biz bir də onda ayıldıq ki, Qız Qalasının yanındadır. Və ona görə hamı qapanma dövrü başladı, maska taxma dövrü başladı. Yəni hamı gördü, o periodu hamı keçdi. Onlayn başladı, dərslər onlayn keçməyə. Yəni bu virulentliyi böyük olan virus xəstəliyidir, Covid. O tez keçir. Vərəm elə deyil. Vərəm çox gec yayılır. Ancaq vərəmi insan özü saxlayır. İnsan özü yayılır onu. Yəni ki, sadəcə o etinasızlıq, müalicəyə sadiqliyi itirir, yəni həkimin dediklərindən əməl olunmur. Burada çox vacib bir məqam var, müsəlman sayağı yanaşma. Yəni birincisi ən ağır formada gedir, stigma. Yəni ki, bilərlər ki, kimin evində vərəm var, başa düşməm burada nə var ki. Və eyni zamanda da çox ağırlaşmış formada gedir və həkimin verdiyi müalicələrə əməl eləmir. Və bu zaman artıq vərəm yayılır. Bu qədər. Biz sizlə bu qədər söhbət elədik. Yəni ki, indi kiminsə marağı oldu. Əlimizdəki bukletlər var. O bukletlərin bəzilərində bizim koordinatlarımız var. Sosial şəbəkələrdə, Facebookda, YouTube'da yazmaqla bizim işlərimizi görəcəksiniz. YouTube kanalımız var. Ora gələndə bizim bax bir neçə gündən sonra bu çəkilişlər hamısı YouTube kanalından gedəcək. Sadəcə orada görəcəksiniz ki, bizim kanalda gedəcək, başqa yerdə yox. Yəni siz orada bunun yazısını görəcəksiniz. Eyni zamanda rəylər verə bilərsiniz orada, rəy yaza bilərsiniz. Başqalarının verdiyi rəylərə qulaq asa bilərsiniz. Onda mən sizə sonda biz 3 nəfər daha aktiv şəxsi götürdük ki, suallara düzgün cavab verən. Onları götürdük. Biz onları tərifləndirmək istəyirik öz adımızdan. Sadəcə xatirə hədiyyəsi kimi olsun ki,
bizim burada olmamız bu hədəfə yada düşsün. Məmmədli Nəzrin Elxan qızı. Evet, sağ olun. Təbrik edirəm Nəzrin, burada da sertifikatı belə tut, bir çəksinlər. Zamanlı Səid Cavidoğlu. Salmanova Mədinə. Mən də təbrik edirəm hamını. Çox sağ olun, vaxt ayırdınız, gəldiniz və tədbirimizi bununla bitirmək istəyirik. Sadəcə bayaq dediyim kimi və arxa fondakı şəkildə də göstərdiyimiz kimi, yəni yenə deyirəm, hamınız məqsədə doğru gedin, cavansınız. Hamınızın qarşıda böyük bir həyat gözləyir, ali məktəblər sizi gözləyir, gözəl xoşbəxt həyat gözləyir. Əsas da başlıcası sağlam olun. Yəni vərəm kimi xəstəliklərdən, ümumiyyətlə bütün xəstəliklərdən sağlam, bu insan öz əlindədir. Məktəbin kollektivinə, Fərqanə xanıma, sizə çox dərin təşəkkürümü bildirirəm ki, bu cür gözəl auditoriya yığdınız, bu cür gözəl təlim keçdik. Təşəkkür edirəm, çox sağ olun. Mən ilk növbədə məktəbimizin adından sizə təşəkkür edirəm. Çox sağ olun deyirəm ki, yəni belə bir mövzu ilə bağlı şagirdlərimiz maarifləndirdiniz. Mən bir faktı deyim ki, hardasa bir 2-3 il bundan qabaq bizim bir əhatəmizdə bir nəfərdə belə bir vərəm xəstəliyi aşkarlanmışdı. İnan Allaha valideynlər elə bir vəziyyətə düşmüşlər ki, yəni elə bir ki, bu sanki dünyanın sonudur və ölümdür elə bir. Və hətta evdə onun qabına belə ayrılmışlar ki, yəni qabıda dəyməsin, ay nə bilim, bütün gün bir otaqda olsun, bizlə ünsiyyət qurma. Elə sanki bu uşağı təciz eləmişlər də. Bu da yəni nədən irəliyə gəlir, nədir səbəbi? Çünki məlumatın olmamasıdır. Yəni şagirdlərimiz burada sizə bu məlumatı verirsə, heç kim sorğulanmayıb. Heç kim deyə bilməz ki, sabahların mən vərəm olmayacaq. İçi mən qarışıq. Yəni Allah hər birimizə sağlam bir ömür versin. Amma yenə də deyirəm, hər bir xəstəliyin olduğu kimi hər birində əlacı var. Ona görə ilk növbədə Fərqə müəllimin dediyi kimi hər birimizdə sağlam olmağı arzulayıram, amma hər bir işdən də məlumatlı olmağımız hər birimizin borcudur. Mən sizə çox təşəkkür edirəm belə bir mövzuda məlumatlandırdığınız üçün. Allah razı olsun. Təşəkkürlər. Sağ olun.